Aşkın başı sönüb. Xanım verdiyəm, bir dəqiqə qız. Qarabağ müharibəsində sən hardaydın? Adama sual verirlər, ay dama sual verin də buna. Bu Qarabağ müharibəsində hardaydın? Sən get arvad işinlə məşğul ol da. Sən mənə nə istəyirsən? Gedirdim yatmağa, hep de gördüm maşallah oğlu bu Instagram'da paylaşıb ki, bəs Qarabağ Benfica 3-2 nalladı. Son 5 ildə sən o nallıya gedirlər. Arasısa gelip böyle oyunlara stadionda bakar. Portugalya ilə 5-0'dan başqa nə olmalıydı ki? Yaxşı ki 44-0 olmuyor. Mən 3-4 illik sülh azarkeş olmuşam, yəni bu futbol zad mənlik deyil. Çinə səfərə getmişdim, oradan Kitaya getdim. Sonra oradan getdim Yaponiya, qayıdıb da gələndə dedilər ki, futbolda qoyanındır. Yox, bilirsən bacı, bu Ronaldo'da biraz təsdik var. O bizim azarkeşi itəliyibdi, demirəm düz edibdi. Bu pul adam biraz dincildədir də bilirsən. Bu pul ki var ha, soxulda adam dincildədir. 2 il bundan qabaq Rubel də dincildədirdi. Xəbardan yan deyirəm, o da gəldi Qarabağa, orada neynədi, birdən orada pul işləmədi. Nağayırdı, sabahla saldılar içəri. Burada da bir hikmət var. Gələk bizim millinin treyneri deyirdi ki, Portugalya ilə oynayamayacaq, gələcək bu Ayarıq ilə Rubelin məhkəməsinə. Mən burada yox idim də, Yaponiyadaydım. Burada olsaydım, məsələləri özün yoluna qoyardım. Bəlkə 5 dənə yox, 4 dənə ilə qutarardım. 4-4-də 5'ə baxanlar. Qəribə də burasındadır ki, millimizə 5 dənə narlıydılar, Ronaldo gedəndə narazı gedilmiş. Ona buna əl atırmış. Əsəbi formada gedilmiş. Elə bir 5'in buna vurur. Bal tutana gün Xankəndə tutma, nə tür oxşuydu. Var, elə budur tutduğun. Belə üçün zulumun səkindən kəllə vur, gir tutdu olmaz. Hə. Sen sokuldan taksan diye Sasuke yakışır. Sasuke. Eğer mümkün diye tutarsan sabah işimiz olur. Baş naziri Nikol Paşinyan adəti üzrə gülünç vəziyyətə düşür. Taletin üstünde oturuyor. Çin'den geldim, Japonya'nın paytaxtı Tokyo'dayım. Buradakiler de oradakilara oxşuyur hamısı. Geceden buradayım, Japonya Xarici İşlər Naziri ilə baş nazirini ayırt eləyəməmişəm hansıdır. Çin'de de Çin prezidenti ilə Qazaxıstan prezidenti Tokayev səf salırdım. Burada belə bir şeye rast gəlmişəm. Astanovkadır. Papirusu yana zibil yeşiğini atmaq olmaz. Yere vapş atmaq olmaz. Bu Japonlarda da bir ki, döyüş olmadığına görə belə bir şəkil çəkib qoyublar. Dünəndən sual verirlər ki, Japoniya Anya ilə getmirsən, yoxsa yox, düzdür, bura Anya ilə gələnmədim, o Çindən qayıtdı. Mən də hələ 1-2 gün buralardayam. Hə, Zaksa görə Anyanı bıraxmadılar bura. Ha, burada Astanovkadır, baxın. Burada danışıqlar aparım, görüm bir prado verərlər. Bir dəqiqə deyən, millimizi deyirsənsə 5-0 uduzublar. O bir atalar misalı var, deyir, qonşuya baxar, o neçə top bırakırsa o da o qədər bırakar. Başımı qatma, başqa sualım. Arsakal, sən tez-tez dua elə ki, denə dəhliz tez açılsın, bircə dəfə də olsa keçə bilir. Arsakkalız var, qaz tutarıq, böyünük səhərik. Deməli, mən bugün də parlamentlər çıxışımda bu dəhlizlə bağlı öz sözlərimi dedim. Yəni ki, bu dəhlizdən keçid necə olacaq? Deməli, dəhlizdə insanlar üçün çalışırıq ki, keçidlər sərbəst olsun. Deməli, dinindən, irqindən, qonşusundan, qohumundan, nəslindən, nəcabətindən asılı olmayaraq hər kəs bir nə aparacaq? Yenə mən yaxşı tərpəndimdə, vaxtında deyəcəkdim ki, dəhlizə razı deyilük. Dəhliz olmasın, distribütörlərin hava yolları o qədər variantlar var ki. Bəli, xüsusi aparatlar var, yoxlamaq üçün onlardan nəzərdə tutmuşuq qoyaq. GPS. Bəli, aparat var, onu qoyurlar, yeri xalqı yoxlamır. Yəni ki, hansı nöqtədə qoyursan, həmin torpaqda mənsub olan adamları yoxlamır. Ermənilər üzərində Spitaniyadan keçirdik. Hə, erməniləri yoxladı. İndi qalıb bir Azərbaycanlı gəlsin, onun üstündə Spitaniyadan keçirək, görək, əgər Azərbaycanlını yoxlamırsa, deməli, bu torpaq, yəni genə tarixi qarışdıracaq,
Bilirsən, Azərbaycanlını yoxlamasa gərək bu aparata təzədən. Hacı, bəli, bugün da mikrofonu çırpma. Deməli, Qarabağdan burada danışacağıq. Amma Qarabağ komandasından danışacağıq. Da o, sən deyən Qarabağdan danışmayacağıq. Sənin o dediyin Qarabağ komandası dağıldı. Niyə dağıldı? Çünki onun adını dəyişib qoydular Artsaq. Ondan da sonra oldu Sarsaq. Bütün oyuncularını da aparıb yığdılar Bakıda içəri. Qapçıları Ayarıq idi. Müdafiələri o yekəburnu ilə Bako Sakyan idi. Hücumçu da Rusiyadan transfer olunmuşdu. Ruben Varatanyan idi, nə idi, oydu. Azərbaycan da buna cavab olaraq Türkiyədən Bayraktar Doğanı transfer elədi. İsraildən də məsələn Harop Kübbəni. Bundan sonra da bu Rubenin komandasının Çuması dağıldı. Çuma Yunan dildə tərcümədə komanda deməkdir. Mən bunların nəyinlə danışım? Deyirsiniz ki, bunlardan danış. Mənə heç bunlar lazım da deyil. Yəni deyim ki, 100 dənə Ayarıq, Ruben kimisi qurban olsun Qurbanova. Dünənki oyunda Benfica'ya 3 dənə nalladılar. Qarabağ belə olar. Yoxsa özlərinə gedib orada zad düzəltmişdilər. Nəysə, bunları rədd edin, onların heç adını da eşitmək istəmirəm. Mən də buradan Qarabağı buradan təbrik edirəm. Sülh dolandan sonra gedib lazım olsa stadionda oturub baxacağım, sağ olun. Ohanyan ancaq TikTokda danışır da, deyim mən baş nazir olsam sülhü tanımayacağım. Sizin əmin edeyim ki, sülhü tanımayan, yəni özün tanımır. İlham Əliyevdir, mənəm, Trumpdur. Bu Zəngəzur işinə qol qoymuşuq. Yəni döşünə döyən adam varsa gəlsin desin ki, biz bu işə razı deyilik, istəmir. Ohanyan Zəngəzur marşrutun sevməyə bilər. Əgər sevmirsə gəlsin avtobus marşrutlarını ona bir marşrut verək, işləsin şoferdən zaten. Yəni Zəngəzur dəhlizi çox vacib bir dəhlizdir. Yəni orada burada mızıldama. Oradan keçəcək sərnişinlər, yük daşıma. Əgər istəmirsə yük daşıma, oradan gəlib keçə bilər yaşıma. Nəyimə lazım problem açan başıma? Yəni hər şey gözəl olacaq. Bu Sarkisyandır, Ohanyandır. Kim olub bunlar? Müharibə kimə xeyir verib ki? Heç kimə. Bilirsiniz, hər iki tərəfdən yetərincə, bir dəqiqə deyəndə az. Hər iki tərəfdən yetərincə insanlar həlak olublar. Tarixən bu iki milləti bir-birinə düşman edibdir. Bəsdir. Bu region müharibələrdən qutarıb bir rahat nəfəs almalı. Ayarıq və onun quldur dəstəsi bir sutka Azərbaycan ordusunun qarşısında dayanamlar. 23 saat. Buradakilərin çoxu da şahidi 23 saat 43 dəqiqə. Hələ mən saniyələri demirəm. Ruben olsun, Bako olsun, Ayarıq olsun, siz Azərbaycan ordusunun qabağında nə qayracaqsınız? Sultan gözəl nə var? O Sarkisyan var, müharibə türküsü. Qaçıb müharibədən sonra gizlənmişdi. Əşi Sarkisyanı da boyun yerə soxum. Ondan sonra Koçaryanı da boyun yerə soxum. O birisini də boyun yerə soxum ki, indiyə kimi bu sülhə mane olmaq istəyirlər. Mən sülh istəyirəm, mən başqa işlə istəmirəm. Bu mənim qəti fikrimdir, mən buna alışmışam, məni bu yoldan heç kim döndərə bilməz. Sülh istəməyən varsa bu da dursun desin, istəmirəm. Bizim dayıyla belə silah nəyimizə lazımdır, onsuz da biz heç vaxt da Azərbaycandan güclü olamayacağıq. Yalnız sülh. Düşüncəli insanları çox sevir. Öpürəm sizi. Siz də məni baş edin ki, həmişə belə mehribançılıq olsun, sülh olsun, daimi əmin-amanlıqla yaşaya bilək. Bunu tam səmimiyyətimlə sizə mən söyləyirəm. Ola bilər indi kimsə çıxar qıraqdan gələ bir mız qoyar ki, bu nə danışır. Siz mənə inanın ki, axırı xeyirli açılsın. Qoyma yandı. Bunlara bax, dolu cavabdır bu. Sənin gördüyün iş bundan artıq oldu. Bunları götürüm, onları da götür. Pilə. Artıq yaxşı piliyirsən. Örtüş. Açqın buxaranı peçi qoş. Pilə aç qarıq, pilə. Yandıdır, ne bu donuz şaba. Dən görmək, dən görüb sənin də gördüyün işin. Ana, pomidorlar yandı. Tüpür sönəcək.
Bir şey yiyəcək, zəhər elədiniz etəmiz. Mən onsuz da bu yeyib içmək düşmür. Şurada da belə kebab çəkdim, axırı zayı çıxdı, getdi də. Qoy görək, qoy görək. Gic oğul gic, əti üstə tüpürmüsən, erməni səndən ağa eləsən. 11-in qopak görünətərdir. Çıxın düşəcək közə. Canım üçün bacarmırıq sən ağa elə, belə bizə alınmır. Qınamasaydılar, kimdə o? Qınamasaydılar deyərlik Novruz bayramıdır bizimdir. Az içək sezsə gəbir 50 qram mənlə vuraq. Kefimiz yaxşı olsun, gəlsən gəl vuraq, nə qayra. Yey, çək, maşallah ol da çəksin də xırda, düzdür? Pişən kimi göçək. Görəti üstə tüpürüb, evin başına daş, maşallah ol da oradan çəkir, aparın axşam paylaşır, teyzəkir, alayın. Bu da sizsiniz. Külü qoyumun təpəsinə. Bacı vurassansa gəl bir qəşək ətirlə vuraq ikimiz. Şuşada da o vaxt içdim mən. Ondan sonra elə vurdular, təşdürüt elədilər, daha heç nə qalmadı. Nötər erməni yoxşuysan əsən. Akşam maşallah YouTube Sərkət Fuda kanalına paylaşacaq. Baxırsa da, Samvelin oğlunu oxşuysan da mən deyirəm də, bəyək tanıdım da səni. Düzdür, sən də özümü idarə eləyəmirəm, amma bir üstündən bir 50-50 vuracaq. Ağa belə oturaq, qəşəkə, yey, çək də, nə qal. Deyirəm, görün bunda ağla bax ki, durub o boyda Lasın postundan gedişi, güya bunu tanımayacaq. Deyək ki, ay Ruben, indi güya sənin ad familiyar bilmirlər də, düzdür mü? Güya sənin sifətdən də tanımayacaqlar. Əlində qoyub cibinə ferma müdürləri kimi, sanki bu o deyil, güya bu başqa adam. Zaten mənim ondan xoşum gəlmir. Düşük adamdır. Gəlib girib Qarabağa ki, siz eləyə bilmədiklərinizi mən eləyəcəm. Əlbəttə, biz eləyə bilmədiklərimizi o bacardı. Qəşək vurdu, getdi Lasın postuna, elə orada da keçəndə qəşək onu həşbürüt elədilər. Əsa lazım idi bu. Dili qoy dinməz yerə, cəmat etərsən deyirlər. Güya indi bu Qarabağa gəlmişdi, güya burada nəsə eləcəkdə düzəcək, qoşacaq, yaradacaq. Sən bilmirsən ki, quşu göydə payla vurur. O boyda pulun var da, milyonların var, ged otur rahat gedə, niyə qarnın ağrıyır sənin? O gün görüm ayarıq götürüb mazən gelib, əminə tərsən, vəziyyətin zadın nətərdir, canın başın nətərdir, yaxşısan mı zad işi düşür ki, istəyir özü ilə bərabər barda mənə də zibilə salır. Dedim, yeri